Sözügedən məsələ özü ilə binaların birinci mərtəbələrində o kafe, restoranların işləməsi məsələsini gündəmə gətirdi. Mövzu ciddidir. Vəziyyətin bütün tərəflərini işıqlandırmağa çalışdıq. Reportajımız var, baxın. Qaydalara görə yaşayış binasında fəaliyyət göstərən hər bir obyekt ictimai təhlükəsizliyə, ekoloji mühitə və insanların sağlamlığına zərər vurmamalıdır. Lakin Bakıda bir çox binalarda yerləşən yaşayış obyektləri bu standartlara əməl etmir. Bəzi restoran və çay evlərindən çıxan tüstü birbaşa mənzillərə dolur. Səs-küy isə gecə saatlarında belə kəsilmir. Bundan mülki insanlar əziyyət çəkir. Əlbəttə ki, pisdir. Ölümlər olur, qəzalar olur. İnsanlar niyə əziyyət çəkməlidir ki? Yəni, bunu qabaqcadan nəzərə alınmalıdırlar da. Hündür mərtəbəli yerlərdə, məkanlarda restoranların olması məncə bir mənalı qarşılanmır. Çünki yəni, məsələn, yanğın ola bilər, normal halda yanğın baş verə bilər, müxtəlif təbiət hadisələri ola bilər. Bu zaman, məsəl üçün, insanlar, restorana məsələn qonaq gedən insanlar həmin moment çarəsiz vəziyyətdə qala bilərlər. Məsuliyyət var təbii ki, çünki o boyda bina və o qədər insan həyatı onların əlindədir. Məncə diqqətli olsalar bir problem yaranmaz. Çay evini dəyişib edirlər, restoranlar, mağaza. Bu olmalı deyil. Mütəxəssislərə görə obyektlərin bu cür yerləşməsi həm də təhlükəsizlik baxımından ciddi risk yarada bilər. Layihələndirilmə normalarına görə yaşayış binalarının qeyri-yaşayış sahələrində, yəni zirzəmi, birinci və ya ikinci mərtəbələrində təşkil olunan obyektlər yanğın və partlayış təhlükəsi olmayan obyektlər olmalıdır. Dünya təcrübəsinə gəlincə yaşayış binasında restoran açmaq mümkündür. Amma dünya təcrübəsində də bu normal qəbul edilir. Lakin bu obyektlərin fəaliyyət göstərməsi binada yaşayan insanların həyatı üçün təhlükə yaratmamalıdır. Obyektin giriş-çıxış istiqamətləri ayrıca təşkil olunmalı, təxliyə yolları aydın olmalıdır. Yəni, obyektdə baş verə biləcək hər hansısa bir bədbəxt hadisə nəticəsində binanın istər özünə, istərsə də insanların həyatına təhlükə aşılanmamalıdır. Obyektin giriş-çıxış istiqamətləri ayrıca təşkil olunmalı, təxliyə yolları aydın olmalıdır. müasir şəhərsalmada restoran və kafelər şəhər həyatının ayrılmaz hissəsidir. Amma bu məkanlar insanlara rahatlıq və zövq verməlidir. Tüstü, təhlükə və narahatlıq yox.